Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lah ve tevellas salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ve sallallahu aleyhi ve selleme salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtani ve allimni ma yenfa'uni ve zidni ilma. Sonra şeyh belə bir bab açır. Bəbu tərkil həidi savum. Heyzli vaxtı orucu tərk etmək. Heyzli olduğu vaxt orucu tərk etmək. Əbi Səid Xudridən rivayət olunur ki, xaraca Rasulullah sallallahu aleyhi və səlləm fi adha əv fitri ilə musallə. Deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Qurban bayramında və ya Ramazan bayramında namaz qılınan tərəfə nə deyir? Gedərdi. Yəni, namaz qılınan, namazcaha belə deyək, tərəfə gedərdi. Fəmərrə alənisə. Bir gün burayla keçəndə bir dəfə qadınları görür. Qadınlar tərəfdən və ya qadınların yanından keçir. Deyir, yə mə'şərəl nisə. Mə'şərəl bir mənası qavun deməkdir. Ey qadınlar əhli, qadınlar qövmü, qadınlar cəmaatı və ya ey qadınlar, hər tərəfli, yəni məna səhihdir. Təsəddaqnə, sədəqə verin. Nədir? Sədəqə verin. Niyə? Fə inni uritukunnə əqsərə əhlinlər. Və mənə deyir, göstərildi ki, cəhənnəmdə deyir, ən çox qadınlardır. Cəhənnəmdə ən çox qadınlardır. Fəqulnə, deyir, biz dedik. Və bimə, yə Rasulallah. Nə üçün deyir, ey Allahın Rasulü? Nə üçün deyir, qadınlar nədir? Çoxdur. Qalə Rasulullah sallallahu aleyhi ve sellem, Allah Rasulullah sallallahu aleyhi ve sellem dedi, tuqsirnəl-lə'an. Deyir, sizin deyir, çoxunuz deyir, lənət edirsiniz. Yəni, buradakı lənət mənası, yəni təhqir, söyünç mənasındadır. Yəni, baxsan ki, qadınlar deyir, çoxsu deyir, lənətdən, söyünçdən, yəni bu şeylərdən deyilə bir çox edirlər, çox əməl edirlər, çox istifadə edirlər deyir. Və təkfurnəl aşir və həmçinin deyir, təkfurnəl aşir burada mənası öz kişilərinizə, öz ərlərinizə nankorluq edirsiniz. Öz ərlərinizə qarşı nankorluq edir. Başqa bir hədisdən bunu keçmişsə, yadınızdadırsa da deyib, yəni, hər şey edirsən il boyu, amma deyib, bir gün bir nəyisə etməyəndə deyir, sən mənə neynəmirsən ki? Yəni, bu nədir? Məşhur şeydir, hədisdir, yəni. Və bu da onun bir mənasıdır. Yəni, deyir ki, sən mənə neynəmirsən ki? Yəni ki, ərinizə qarşı nankorluq edirsiniz. Mə rəitu min naqisati aqlin və dinin əzhəbəl lilubbir rəculi həzimi min ihdəkun. Gətirir ki, mən ağıllı və ehtiyatlı bir adamın, yəni ağıllı, cömərd, ehtiyatını görən, yəni belə məna verir. Bir adamın sizdən həm ağıl, həm də din baxımından nöqsanlı olduğunu görmədim. Yəni, söhbət kişilərdən gedir ki, ağıllı bir şeyi, yəni sizdən deyir, nöqsanlı və yaxud da deyir, dini baxımından deyir, nöqsanlı olduğunu görmədim. Yəni, bu nə deməkdir? Yəni, şeyx açıqlayacaqdır. Qulnə və mə nəqsan dinə və aqlinə, ya Rasulallah. Dedilər ki, bizim deyir, ağlımızda, dinimizdə deyir, nöqsan nədir ey Allahın Rasulü? Nöqsan burada nədir? Zəiflik. Nöqsan nədir? Bir növ kişidən aşağıda olan bir pillə, iki pillə nədir? Aşağıda olan. Yəni, nöqsan qəsd olunan nədir? Odur. Və Allah Rasulü sallallahu aleyhi ve sellem cavab verir. Əleysə şəhədətul mər'ati mislə nisfi şəhədətir racul. Deyir, məyəm deyir, qadının şahidliyi, kişinin şahidliyinin yarısı deyilmi? Həqiqətən də elət də. Deyək ki, 2 nəfər şahid durur, nicah bağlamağa. Hər
tərəfdən bir nəfər kişi olurmu? Amma qadın olanda 2 dənə olur. Qadın olanda 2 dənə olur. 2 dənə o yüzden 2 dənə necə qadın varsa. Ona görə deyir ki, baxsan deyir ki, sizin deyir, mənim deyir, şahidliyiniz deyir, kişinin şahidinə nisbətdə yarısı deyilmi deyir. Deyirlər, bəli, Allahın Rasulü elədir. Qulnə, bələ, və zəlikə min nöqsən aqlihə əleysə izə hədət ləm tusalli və ləm təsum. Qulnə, bələ, qalə, və zəlikə min nöqsən deyin. Bu deyir, sizin deyir, şahidlik məsələniz ağlınızın, yəni ağlınızın o demək deyil ki, yəni ki, ağılsızdırlar, xeyr. Sadəcə kişiyə nisbətdə deyir, düşüncə tərzi və yaxud da anlama tərzi. Bu deyir, şəhadətlik ona nisbətdə kişiyə, sizə nədir? Zəifdir. Yəni, kişiyə nisbətdə zəifdir. Dini baxımından da deyir, o demək, məsələn deyir, siz deyir, oruçlu halda namazı, orucu tərk edirsinizmi? Deyir, bəli, amma kişilər tərk etmiyor. Dini baxımından da bu sizdən nədir? Üstündürlər. Aydın oldu mu? Yəni, üstündürlər. Ona görə də Allah Rasulü s.ə.v deyir ki, nədir? Sədəqə verin. Çünki deyir, xatalarınız nədir? Çoxdur. Qalə müəllif rahiməhullah bəbu tərkə haidi savun yuridun bizəlikə ənəl haidə lə təsumu li'ənnəhə tətrukuhu tərkan muttəqan və yaxud da ki, muttəqan. Deyir ki, müəllif burada deyir, sadəcə oruc baxımından gətirdi bu hədisi. Yəni, hədis çox nədir? Mənalıdır, şaxəlidir. Oruc olduğu üçün bu baba bu hədisi neynədir? Gətirdi, bağladı. Biz bilirik ki, qadın deyir, heyizli olduğu halda orucu neynir? Tərk edir, tutmur. Və lakin vacibdir ki, onu neynəsin? Qəzasını ödəsin. Və lakin namazın yox. Burada sual çıxır. Namaz oruçdan üstündürmü? Burada namaz oruçdan üstündürmü ki, Ramazın qəzası qılınmır, orucun qəzası nədir? Tutulur. Və buradan şeyxlər gətirir ki, oruc Allaha məxsusdur. Bilirsiniz, qiyamət günü onun əcrini yalnız Allah Subhanahu verəcək. Hətta gətirirlər ki, qul məsələsi var, qul haqqı. Oruca daxil deyil. Təsəvvür, oruca daxil deyil, qul haqqı. Yəni, nə günah eləyirsən, deyə xatalar eləyirsən, hansısa kimin haqqısa da gəlib başqa əməllə, hətta namazda olan əcri ilə verilir. Amma oruca gəlsə xeyr. Qul haqqı olsa belə, o Allaha məxsusdur. Yəni, Allah Subhanahu özü neynəyəcəkdir? Verəcəkdir deyə, ona görə bundan nədir? Qırılmır. Ona görə onun nədir? Vacibdir ki, qəzasını tutasan. ثم ذكر حديث أبي سعيد الخدري أن النبي صلى الله عليه وسلم خرج في أضحى أو الفطر إلى مصلي يعني مصلى العيد وصلى المصلي كان خارج المسجد النبوي ولهذا نقول إن السنة والأفضل بالنسبة للمسجد المدينة أن يصلي عيد خارج كما كان النبي صلى الله عليه وسلم يفعل. Deyir ki, hədisdən görürsənir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın gəlir ki, Qurban bayramında və ya Ramazan bayramında namaz qılınan tərəfə gedərdi. Yəni, o tərəfdən namaz qılınan, demədi, Peyğəmbər sallallahu məsciddə, namaz qılınan tərəf. Buradan götürülür ki, bayram namazlarını çöldə qılmaq nədir? Sünnədir. İçərdə yox, çöldə qılmaq sünnədir. Biz özümüz bilirsiniz, dəfələrlə, yəni, çöldə qılmaq nədir? Sünnədir. Yəni, o görə deyir ki, Peyğəmbər sallallahu öz məscidindən hansı ki, sünnə həmişə qıldığı yerə nədir? Qırağa gedərdi. Vələkinnən nəsə min əzməni təvilətin yusallunəl-iydə fi nəfsi məscid nəbəvi və həzə lə şəkkə xilafil əfdal. Yəni, deyir ki, lakin zamanımızda deyir, insanlar deyir, yəni artıq onu sıxışdırmaq olmaz. Ki, yəni, bəzi səbəblərdən dolayı neynir? Məscidlərdə, öz məscidlərində nədir? Qılırlar. Lakin deyir, bunun əksi olsa, yəni xilaf dediyi əksi olsa, çöldə qılsaq daha nədir? Məqsədə uyğundur.
O da mən elə başa düşürəm ki, indiki vaxtda bizdə çöldə qılmaq daha rahatdır. Yəni yağışı, başqa şeyləri istisna edirik. Lakin insanların məscid balaca olduğundan hamısı da gələ bilmir. Və ona görə də çöldə qılmaq indi bizə hal-hazırda məqsədə uyğundur. Fəmərra sallallahu aleyhi nisə'i ba'də salah. Yəni Nəbi sallallahu əleyhi və səlləm sallə idə thumma va'zər rical thumma va'zən nisə. Bu faydalardan biridir. Yadda saxlayın. Birinci fayda nə oldu? Çöldə qılmaq nədir? Sünnədəndir. İkinci odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qadınların yanına keçəndə bu çox gəlibdi. Həm salam verərdi, tanıdı, tanımadı. Ümumiyyətlə, qadınların yanına keçsə qonşu olsun, kim olsun, salam vermək sünnədən daha. Yəni, çalışmaq lazımdır. Salam. Bəzən insanlar düşünür ki, dindardır, şeydir, belə olmaz, belə. Amma əslində xeyr. Əslində əksinə baxırlar ki, bu salam da vermir, keçmir. Belə. Qonşudur, yığılırlar, yəni uşaqlıqda belə deyək də, yanında böyümüsən. İndi böyüksən, yeni gəlsə gələcək 10 uşaq kimisən. Amma salam vermirsən, keçsən, deyil, hörmətsizlik edir. Belə də deyirlər. Amma bu sünnədəndir ki, baxsan 5-6 qadın çıxır, hətta bəziləri ki, sənin salamını gözləyir. Hətta sənin ona salam verməyin onlar üçün nədir? Xoşdur. Belə yaşlı qadınlar da oturanda salam aleykum deyib keçirsən. Amma tanımadığınca bəzi məsələlər olur, onu bilirsən də, özün artıq nədir, seçirsən. Orada zamana, məkana uyğun nədir, baxırsan. Olar, olmaz. Amma ümumi olaraq nədir, salam vermək sünnədəndir. İkinci məsələ, Peyğəmbər sallallahu aleyhi və səlləm kişilərə namazdan sonra moizə bilirsiniz də, birinci namaz qılınır, sonra xütbə verilir. Namaz qıldıqdan sonra kişilərə xütbə verərdi, sonra gəlib qadınlara verərdi. Aydın oldu mu? Bacı isə deyir ki, fəmarra alə nisə bə'də salə, namazdan sonra qadınlar tərəfə dedikdə, çünki deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm sallə idə thumma va'zə rical. Sonra deyir, məuzə edir kişilərə, thumma va'zən nisə. Sonra deyir, qadınlara nədir? Məuzə eləyərdi. Bu da nədir? Sünnədəndir. Nədir? Sünnədəndir. Fəqalə yə məşərəl nisə. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm orada, ey qadınlar, məş deyəndə, yəni taifə, qadınlar tayfası, qadınlar cəmaatı və s. və ilə. Təsaddaqnə fə inni uritukunnə əqsər əhlin-nər. Əmərəhunnə bisadaqli ənə sadaqə tutfi'ul xatiyə kəmə tutfi'l mə'un-nər. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, bunlara sədaqə verin. Niyə? Çünki sədaqə bir növ hökmü nəyin hökmünü daşıyır? Xətaları örtür və həmçinin nədir? Cəhənnəmi də dinini söndürür. Sədaqə həqiqətən də böyükdür. Hətta qəzəb əzabını da qoymur. Yəni, sədaqənin həqiqətən də ixlasla əməl edərsənsə də, yəni böyük nədir? Faydası var. Ənəhə tədfəu meytətəsəv. Həmçinin deyir ki, sədaqə, baxın, maraqlıdır. İnsanı pis ölümdən də qoruyur. Fikir ver. Deyir ki, ənəhə tədfəu, dəf edir. Nəyi? Meytətəsəv, pis ölüm. Su izanıza deşdirsə, su sözü. Pis ölümdən neyini dəf edir. Yəni, hər yəni sədaqə, yəni, İbn Teymiyyə rahimehullah deyir ki, sədaqə deyib vermək üçün pul yox, kişilik və iman lazımdır. İman lazım, yəni pulla ölçülmür. Fətəkunu səbəb li həsəni xatim vəl-husnil xatimə. Və deyib, bununla deyir, gözəldir, sonluq baş verir onun üçün. Gözəl sonluq, yəni gözəl ölüm. Və sədaqə aydən təkunu zallə alə sahibə yevməl qiyamə kəmə qalə Nəbi s.ə.v kulli mrimin fi zilli sədaqəti yevməl qiyamə. Deyir ki, həmçin sədaqə verən şəxsin və ya sahibinin qiyamət günü kölgəsi olur. Dəhşətdə. Sədaqə dedikdə pul qəsd olunmur, qardaş. Gücün nəyə çatır? Yarım xurma. Allah üçün sədaqə etdinsə də bu hamısı nədir? O babdandır. Peyğəmbər s.ə.v buyurur ki, Əhməd Müsnədin rəvayət olunur. İbn Həzm səhih deyir ki, sədaqə verən
şəxs qiyamət günü öz sədəqəsinin kölgəsində kölgələnəcək. Öz sədəqəsinin kölgəsində kölgələnəcəkdir. Və Səyyid Peyğəmbər s.ə.v deyir, deməkdir ki, qadınların çoxsunu cəhənnəmdə görürəm. Yəni deyir, bu nə deməkdir? Həqiqətən deyir, qadınlar deyir, çox deyir, söyüncü danışır, qeybət eləyir. Söyüncü üstünlük edirlər. Yəni, kimi danışdırsan, 5 kəlmə danışırsa cahil şeylərindən 4-ü nədir? Təhqirdir, söyüncdür, yüngül də olsa nədir? Qarğışdır, bunun hamısı o baba daxildir. Ona görə lə'in dedikdə, lənət, bütün sinif nədir? Ora daxildir. Söyünc, qarğış, qeybət, iftira, birini sökürlər, birini yığırlar, birini evini dağıdırlar, birini düzəldirlər. Yəni, biabırçı. Bu hamısı bu sinifə daxildir və bu sinif deyir, onları artıq hara aparır axı? Cəhənnəmə. Allah qorusun, çox çətindir məsələn. Sonra gətirir ki, öz deyir, kişilərinizə qarşı nankorsunuz. Burada deyir, bu hədisi deyir, gətirə bilərik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, لَوْ أَحْسَنَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ كُلَّهُ ثُمَّ رَأَتْ مِنْكَ إِسَاءَةً وَاحِدَةً نَسِيَتْ كُلَّ الْإِحْسَانِ وَلَمْ تَذْكُرْ مِنْهُ شَيْئًا. Biz keçdiyimiz o hədisi gətirir ki, zaman boyu, il boyu onlara yaxşılıq et və bir şeyi dedikdə unudaraq, hələ istəməyərək yox ha, unudaraq alıb gətirməyəndə, məsələn, unutulursa da, istəməyərək yox ha, unudaraq. Şeyx gətirir ki, nəsiyyət, yəni unudaraq gəlsən, yəni nəsiyyət deyir ki, onlar hər bir şeyini unudurlar onların, deyə madəyə neynəmsən? Yəni biri nə eləyibsən, hər şeyi unudublar, unudaraq, deyirsən, mənə neynəmsən, heç nə eləməmsən. Amma sənin istəyərək yox ha, istəməyərək almadığın şeyə qarşı gör bir dəfə və deyirlər ki, sən mənə heç nə eləməmsən. Bu nankorluqdur artıq. Peyğəmbər s.ə.v nə deyir? Bu nankorluqdur. Və deyir, sizin dininizdə deyir, bir kişinin deyir, hansı ki etdiyini kamil, həzm dedikdə, yəni ki, gözəl şəkildə, lubbi dedikdə, cömərd şəkildə edən bir kişinin deyir, mən görmədim ki, sizdən deyir, kimsə deyir, onu eləyə bilsin. Yəni, mənaca nədir? Bu cür, yəni siz deyir, onlardan deyir, əksizsiz. Yəni, ağlı baxımdan. Yəni, burada deyirlər, niyə? Yəni, qadının deyir, çox maraqlı gətirir, şeyx gətirir ki, burada ki, Subhanallah deyir, əl-mər'atu, qadın deyir, naqisatun deyir, naqisdir. Ağlı baxımdan. Və tuzhibu aqlir-racul həzim. Deyənnəhə fitnətun yəmilu ileyhi racul. Çünki deyir, elə bir qadın, elə bir fitnə var ki, kişi ona meyl edir, onun fitnəsinə meyl edir. Elə bir eləyir ki, təsəvvür edir ki, onun fitnəsinə meyl edir. Ona görə deyir ki, ağıllı insan, Peyğəmbər deyir, ağıllı kişi deyir, görmərəm ki, hansı ki, yəni sizin fitnənizə düşədə, siz deyir, onu şeyləsiz. Hətta ləv kənə mən həzmin nəs, min həzmin nəs, yəni deyir, insanlardan deyir, eləsi olar ki, deyir, onların o şeyinə düşərsə də, onların qurra dedikdə aldatmaq, aldatılıcı bir şeyinə düşdüyü zaman deyir, onların hiləsinə neynəyər? Onların hiləsi ona ələ keçirər. Yəni, onların atdığı ki, torlar var. Yəni, xidə dedikdə hiləgərlik deməkdir. Hiləgərlik. Yəni, onların aldadaraq səni özünə elə meyl eləyir ki, onların nəyinə düşürsən? Xidə, toruna düşürsən, hiləsinə düşürsən. Ona görə deyir, qadın ağır bir məsələdir. Boş yerə deyir, demir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem orada deyir, mən ağıllı və ehtiyatlı bir adamın sizdən həm ağıl, həm də din baxımından nöqsanlı olduğunu görmürəm. Yəni, bir kişi, sağlam, ağıllı kişi sizdən hilənizə, xidanınıza düşməyən ağıllı bir insan, yəni cəsur bir insan görmürəm ki, ağlı başında ola gəlsin, sizin hilənizə düşsün. Düşdüsə də demək, problemdir. Düşdüsə də demək nədir? Problemdir. Və ona görə də qadının hiləsi nədir? Aleyhissalam və rəhmətullah bərəkət. Çox nədir? Qorxuludur.
Yəni burada ağıl dedikdə Şeyx gətirir ki, əsasən nə qəsd olunur? Yəni o demək deyil ki, dəlinin əksi. Yəni ağılsız deyəndə, naqis deyəndə söhbət nədən gedir? Qadın çox məsələdə tələskəndir. Beş əksər məsələlərdə tələskəndir. Yəni tez reaksiya verir, tez belə olsun, belə olsun. Yəni məsələni hansı ki qabağını deyək, məsələnin sonrasını deyək və yaxud da ki dağın arxasında düşünmədən deyir. Düşünmədən deyir. O da nəticə nədir? Belə bir baş verir. Düzdür, qadınla məsləhətləşmək sünnədəndir. Ailədə lakin nədir? Məsləhətləşmək. Qərara gələn neydisən? Qayıdırsan öz tərəfinə. Məsləhətləşmişsən, amma qərara qayıdırsan yəni. Ya da hansı məsələlərdə elə məsələlər var ki, əti 4 kilo alsın, yoxsa 5 kilo alım. Yəni belə bəzi məsələlər var ki, orada şey eləyirsən. Amma ki, döyüş taktikalarında yox yəni belə. Və yaxud da ki, başqa bir şeylərdə yox. Ağıl deməkdə, o demək deyil ki, nədir? Dəlidirlər. Xeyr, elə deyildir. Yəni məsələ orada o deməkdir ki, necə ayədə deyir, gəlibdir. Vastashhadu shahidayni min rijalikum. Kişilərdən deyir, şahidlik tutanda 2 dənə tutun, hərəsindən bir dənə. Və illəm yakuna raculayni, əgər 2 kişi yoxdursa, faraculun və imra'atani mimmen tardawna min şuhaday. Onda deyir, bir kişi 2 dənə qadın neyini tutun o şahidlərə. Yəni deyirsən ki, görürsən, gəlsən kəbin kəssən və yaxud da ki, borc versən, ümumiyyətlə görürsən ki, bir dənə kişi var ki, bir qadın var. Olmur. 2 qadın olmalıdır. Yəni bu baxımından deyil, naqisliyidir. Yəni də o demək deyil ki, yəni ki, dəli deyəsən buna. Xeyr, elə deyil yəni. Qəsd olunan orada o deyil. Və sonra gətirir Şeyx amma və lakindir, zina məsələsi baş verərsə də orada %100 4 kişi olmalıdır. Bu ona aidiyyat yoxdur. Şahidlik məsələsinə aidiyyat yoxdur. Aydın oldu. %100 artıq nədir? Zina məsələsində 4-də nədir? Kişi olmalıdır. Hətta qadın belə 10 dənəsi görsə belə şahidliyə gətirilmir. Şahidliyə gətirilmir. Yalnız bu məsələ kişiyə aiddir. Burada kifayətlənək. Allah Subhanahu bizə kifayətənlərdən etsin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə ente estağfiruke və etûbü